Sosial şəbəkədə valla mən baxıram, yəni nə qədər də şey olsa mən bunu deyəcəm. Hamı Misir Mərdonovun vaxtından danışır. Valla mən Misir Mərdonovun vaxtında şagird olmuşam. Həmin vaxtda da mən tələbə olmuşam. Yəni mən Misir Mərdonovun vaxtında təhsilin ən iyrənc formasını görmüşəm. Yəni Misir Mərdonov yaxşı insandır. Misir Mərdonov yaxşı pedaqoqdur, yaxşı bilicisidir. Amma bəli, amma yəni Misir Mərdonovun vaxtını kimsə durub tərifləməsin ki, Misir Mərdonovun vaxtında təhsil yaxşı idi, deyildi. Yəni mən xatırlayıram o vaxt İqtisad Universitetində 700 manat apardılar universitetə verməyə, 2 semestr imtahanı. İndi elə söhbətlər yoxdur. Onlar şükür Allaha yığışdırılıbdır. Yəni rüşvət faktları. Bəli, əlbəttə doluydu. Yəni heç onu boş verin. Məktəblərin qiyməti vardı. 30.000 manat Bakı məktəbinin qiyməti idi, 15.000 manat rayonda hansısa bir məktəbin qiyməti idi. İndi elə bir şey yoxdur. Demək olar ki, yoxdur. O artıq bu MİQ imtahanları sayəsində bu yığışdırılıb və rayonlarda informatika müəllimi gəlib tarix dərs keçirdi. Yəni bu dəqiqə bizim sertifikasiya imtahanları nəticəsində həmin o adamlar, məsələn Emin Əmrullayev keçən dəfə nitqində belə bir şey istifadə elədi ki, körpü altında verilmiş diplomları biz yavaş-yavaş sıradan çıxardıq. Nə deməkdir o körpü altında verilmiş diplomlar? Məsələn Qazax filialı deyə bir şey vardı bizdə, Pedaqoji Universitetinin ya da o vaxt Bakı Dövlət ikisindən birini, Pedaqojinin Qazax filialı idi. Adamlar 2-3 dənə danıya diplom verirdilər. Yəni tam səmimi deyim sizə. Yəni orada bu dəqiqə alınan diplomların 90% saxtadır. Yəni Qazax filialının verdiyi diplomların 90% saxtaydı. Və o müəllimlər Pedaqoji Universitetinin Qazax filialı gedirdi. İndi Bakı Dövlətə keçirdilər həmin filialı. O Qazax filialında kimlər oxudu, kimlər müəllim adı aldı, oxuma yazma bilməyən, eləməyən. İndi o diplomları ləğv eləyirlər. İndi eləyirlər, yox. O diplomları ləğv eləyə bilmirlər. Çünki artıq onu dövlət veribdi ya, ləğv oluna bilmir. Dövlət universitetidir. Amma nə iş görülür? O adamlar işdən çıxır. Məsələn, keçən dəfə biz nə adla çıxardılar sertifikasiya imtahanları keçirdi 5 ildən.